Bayaq söz verdiyim mövzuya ritorik sualdan giriş eləyəcəm. Niyə sağlam qidalanma arıqlamaq üçün sağlam motivasiya deyil və doğrudan da özümüz də görürük ki, biz deyirik ki, mən sağlam qidalanacağam, amma bir müddət sonra gedirik fast food filan yeyirik. Əksinə o sağlam qidalanmaya zidd olan qidalara meylliyimiz artır. Ümumiyyətlə hər şey yenə də psixikadan, hər şey bizim psixologiyadan, daxili motivasiyamızdan gəlir. Fikir verin, bir ara bu modellərə qarşı ekstra tələblər ki, hər kəs 90-60-90 olmalıdır. Nə qədər hadisələr çıxırdı ki, modellər anoreksiyadan əziyyət çəkib, hətta buna görə həyatlarını itirənlər olub. Sonra bu fit bədən trendi, sağlam həyat tərzi yaşayan, idman eləyən insanların bloqlarında o toksik motivasiya ki, məqsədlərinizə çatın, özünüzə hörmət eləyin, sizin bədəniniz elə, mədəyə hörmət etmək lazımdır. Yəni elə bilirsiniz, belə bir era gəldi ki, insanlar qida sevgisindən utanmağa başladılar. Yəni xüsusən də xanımlar, çünki bu çox toksik motivasiya ilə bizə verilirdi və biz deyirdik ki, ayda mən filan qidanı sevməli deyiləm, mən acgözəm, mən iradəsizəm. Əgər mən kökənsəm, mənim bədənim qışqırır ki, mən tənbəl, iradəsiz və şəxsiyyət kimi çox yetərsiz biriyəm də. Yenə də indi bu hallar azalıb, sağ olsun Avropa, Amerika, doğrudan da bu baxımdan onları təqdir edirəm ki, təbii ki, absurd dərəcəsinə qədər çıxarılmış şəkildə yox, amma bu brendlərin XL modellərlə əməkdaşlıq etməsi, XL modellərin jurnallarda, billboardlarda çıxması, bu həqiqətən çox müsbət bir şeydir. Çünki ümumiyyətlə araşdırmalar da bunu göstərir ki, bu hallar artdıqdan sonra xanımlar özlərinə daha belə yumşaq münasibət göstərməyə başlayıblar. Və biz əslində sağlam olmaq motivasiyasını bu toksik mənalara yükləyirdik, bəlkə də ki, normal idi. Çünki sağlam olmaq bərabərdir uğurlu olmaq və s. və ilaxır. Bayaq dediyim mövzu ilə əslində çox sıx əlaqəsi var. Amma əgər biz çəkimizdən məmnunuqsa, yəni bu demək deyil də ki, biz qeyri-sağlamıq. Okey, bir var həqiqətən piylənmə dərəcəsi filan və s. Bir də var ki, bu qərarı sadəcə bir neçə kilo artıq çəki ilə vermək, heç bir tibbi belə müdaxilə tələb olmadan ki, mən yenə də bədənimə əziyyət vermək istəmirəm. Və baxın, yalnız bu halda sizə asan olacaq onu saxlamaq, sizə asan olacaq sağlam qidalanma prinsiplərinə əməl etmək. Təbii ki, mən hər şeydə bu qədərini keçmiş vəziyyətin əleyhinəyəm. Çünki orada da artıq başlansa o ekstra müdaxilələr ki, ay nə bilim, burada bir qaşıq yağ yazılıb, mən 2 qaşıq əlavə etdim. Yəni orada da təbii ki, o da yaxşı bir şeyə getməyəcək. Sadəcə motivasiyanı sağlam olmaq kimi etsəz, doğrudan da sizə bunu tətbiq etmək asan olacaq. Bunun üçün siz sırf arıqlamaq yox, bunun üçün siz doğrudan da bəzi məlumatlarla özünüzü əhatə etməlisiniz. İmtina etmək istədiyiniz qidalar varsa, onu haqqda oxuyun. Müşahidə edin ki, bu sizdə necə bir hisslər oyadır. Yəni mən bunu qətiyyən demirəm ki, gedin qidalardan iyrənin, qorxun, fobiya yaransın. Yox. Yəni sadəcə məlumatlı olun. Yəni inanın ki, onun da çox böyük əhəmiyyəti var ki, biz nələrsə bildikdə özümüz belə özümüzlə razılığa gəlirik ki, harda özümüzə bu icazəni verə bilərik, harda isə artıq doğrudan da bu bizi pis hiss elətdirəcək. Hər insanda o müxtəlifdir və yenə də bilirsiniz, belə bir deyim var ki, bir var
qanunları pozuruq, amma bilmirik hansı qanunları pozuruq. Yəni qanunlardan xəbərimiz yoxdur. Amma bilə-bilə pozduğumuz qanunlar belə daha bir başqa məna daşıyır. Eynisi də qidalanma və bədənimiz mövzusunda keçərlidir. Çünki biz əslində bilməliyik ki, hansı qida, hansı funksiyanı daşıyır. Yəni təsəvvür eləyin, mən bir şey etiraf eləyim ki, mən 27 yaşıma qədər bədənimdəki bu qidalanma prosesi necə baş verir bilməmişəm. Mən bunu sırf bu sahəyə gəlmək istəyəndə öyrəndim və doğrudan da mənim üçün bir açıqlama oldu ki, wow. Yəni niyə bizə bunu məktəbdə keçmirdilər? Niyə qidalar haqqında biz bu qədər az məlumatlıydıq? Niyə yəni bunu bilmək üçün sırf mən qidalanma sahəsinin belə də deyim də, kvalifikasiya artması üçün təhsilinə gəlməliyəm ki, belə hər kəsin bilməli olduğu şeyləri bilim. Ona görə də mən inanıram ki, məni dinləyən insanlar doğrudan da öz üzərində çalışmaq istəyən, tənbəllik etməyən, məsuliyyət daşıya bilən insanlardır. Və həqiqətən sizə şəxsi tövsiyə verərdim ki, qidaları araşdırasınız. Ən azından qəbul etdiyiniz qidaları. Baxın, onun bədənə təsiri nədir, necədir, orada nəyi yaxşılaşdıra bilərsiniz. İnanın ki, o dəyişiklikləri görəcəksiniz. Okey, hansısa qidadan %100 imtina etməyəcəksiniz, bu da normaldır. Yəni, qətiyyən elə bir şey yoxdur. Bu, zorakılıq yolu deyil, qadağalar stres yolu deyil. Amma ən azından onun təsiri haqqında öyrənərək, onun qədərini təkmilləşdirə biləcəksiniz və ya başa düşəcəksiniz ki, bu zərəri azaltmaq üçün mən necə etməliyəm. İnanın ki, faydası olacaq və sırf bu halda siz nəticə görəcəksiniz. Nəticə də nə? Çəki atmaq yox, sağlam olmaq. Yəni bunun fonunda çəki atmaq da olacaq təbii ki. Yəni avtomatik təsəvvür edin ki, ratsion bərpa olunduqdan sonra çəki düşməyi, yəni qaçılmazdır da. Amma sizin motivasiyanız artıq o çəkini salmaq olmayacaq. Doğrudan da sağlamlığınıza, bədənimizə qayğı olacaq və siz bunu sevərək eləyəcəksiniz, stressiz eləyəcəksiniz. Ona görə də yəni intuitiv qidalanmada o bir yol var ki, insanlar özünə hər cür qidanı icazə verir, sonra isə meyllənir doğrudan da sağlam qidalara. Çünki artıq özləri ilə o sevgi, münasibəti formalaşıb və bədənlərinə sevərək, istəyərək, saf şəkildə qayğı göstərmək istəyirlər. Bu səbəbdən də sağlam qidalara yönəlirlər. Sağlam dediyim, yəni başa düşdünüz də nə deyirəm? Mən bu sağlam, qeyri-sağlam bölgüsünü sevmirəm və sizə tövsiyə etmirəm, eləyəsiniz. Amma baxın, siz deyəndə ki, mən sağlam olmaq istəyirəm, amma bunun alt motivasiyası sizin bu çəki atmağınızdır. Çünki onu ilə belə siz özünüzü aldadırsınız ki, yəni ən azından buna görə də deyim də, ən azından sağlamlığımı bəhanə edeyim ki, arıqlayım. Burada təbii ki, bu yanlış motivasiya ilə bu yol da yanlış qurulacaq. Çünki alt motivasiyağı arıqlamaqdır. Arıqlamaq da bərabərdir qadağalar və sağlam qidalanmada belə sağlam olmaq motivasiyası qalır kənara və başlanır ki, ayda mən çoxdan fast food yemirəm, mən bunu yeyim və nəticədə çox uzatmadan bu yolu görə bilirik ki, yenə döngə olur. Yalandan qurulmuş motivasiya, o motivasiyaya verilən əks reaksiya, günah hissi və yenə də bu stresin qloballaşması və psixikamıza zərər verməyi. Ona görə də dəyərli dinləyicilər, sağlam olmaq motivasiyası həqiqətən hər birimizin içində olmalıdır. Sadəcə buna gəlmə bir zaman çərçivəsi var. Əgər siz qidaları
qəbullaşdırma, qidaları normallaşdırma etapındasınızsa, bu çox normaldır. Çünki bu da əslində mental sağlamlığınız üçün işləyir ki, siz bu qida davranışı pozuntusu riskindən yayılırsınız, qida ilə düzgün münasibət qurursunuz və stressdən uzaqlaşırsınız. Ona görə də bu period hələ də gəlməyibsə, özünüzü qətiyyən tələsdirməyin. Sadəcə özünüzü sevin, qayğı göstərin, özünüzə dəyər verin. Və bütün bunların fonunda artıq o daxilən özünüzə necə ki qayğı göstərirsinizə, yəni insanlar adətən necə başlayır, dəri baxımından, üz baxımından yavaş-yavaş sevdiyi idman növlərini seçirlər, oyunla məşğul olurlar və sonra da başlanır artıq bu daxilə qayğı, yəni daxili orqanlarıma qayğı. Yəni bu, yenə də deyirəm, bu hələ yoldur və siz yolun hansı hissəsində olduğunuz vacib deyil. Əsas odur ki, bu istiqamətdəsiz, stressiz qalın, rahat qalın və özünüzü, bədəninizi, ruhunuzu sevin.